Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, həqiqətən də bizim ordumuz ona görə bu günləri güclü və möhtəşəmdir ki, müstəqil Azərbaycan dövləti var və bu dövlətin də qorumasında əsas funksiyanı ordumuz görür. Mən də bu gün münasibəti ilə ordumuzun bütün mənsublarını təbrik edirəm, xalqımızı təbrik edirəm eyni zamanda. Bir məsələyə diqqət gətirmək istəyirəm. Bugün bölgəmizdə baş verən proseslər onu göstərir ki, hər bir dövlət üçün əlahiddə institut, müəssisə məhz ordudur. Və diqqət eləyirsinizsə, bu günləri döyüş meydanında biz çox sayda əskəri görmürük. Kompüter arxasında oturan zəkaları görürük və kosmosda, səmada sayrışan raketləri görürük. Bu deməkdir ki, artıq müasir dövrdə ordunun əsas bazası savadlı insanlardan, yetkin mütəxəssislərdən ibarət olmalıdır. Və bunun üçün də ölkədə həm təhsil sistemi, həm universitet mexanizmi o dərəcədə güclü olmalıdır ki, biz ordumuz üçün də keyfiyyətli və hazırlıqlı mütəxəssislər hazırlaya bilək. Amma bu günləri təəssüf ki, bizdə ən çox müzakirə olunan yasda ehsan verək, verməyək, məktəbə uşaqları daşımaq üçün avtomobil olacaq, olmayacaq, xüsusilə də dövlət məktəblərinə, peşə məktəbinə hələ də insanların cəlb olunmasını stimullaşdıra bilmirik. Televiziyalarda xanım müğənnilərin kulturoloji debatı gedir, elm adamlarının hansısa bir debatına çox az sayda rast gəlirik. Bunlar hamısı nəyə göstərir? Biz dünyanın məşğul olduğu məsələlərdən bir qədər geridə qalmaqdayıq və bunu biz mütləq ortadan qaldırmalıyıq. Burada qeyd olundu universitetlərimiz barədə. Sevinirik ki, bəzi universitetlərimiz tarixi məsuliyyəti dərk eləyərək özlərini inkişaf elətdirirlər, amma bəzən bu sahədə elə ətalət içində qalan universitetlərimiz də var. Franklin Roosevelt deyirdi ki, biz müharibəni qazandıq 45-ci ildə, amma əsas hədəfimiz qələbəni qazanmaq olmalıdır. Bugün qələbə orada qazanılacaq ki, kim informasiya, kommunikasiya texnologiyasında irəli olacaqdır, kim bu problemləri həll edə biləcəkdir. Və bu baxımdan mən son vaxtlar elmi kütləvi ədəbiyyatların nəşrini, tərcüməsini Azərbaycanda müəyyən elementlərini görəndə sevinirəm ki, dünyanın məşğul olduğu məsələlərlə artıq bizdə də istiqamətləndirirlər ki, məşğul olaq. Bu sahəyə pul ayrılmalıdır. Bu sahədə yazı yazan, tərcümə edən insanlara vəsait ayrılmalıdır. Artıq bizi Ali Attestasiya Komissiyasında müdafiə edənlərin 90% ancaq filologiyadan, humanitar fəndən eləyir. Təbiət elmlərindən cüzi sayda müdafiə var. Bu deməkdir ki, bu məsələlərdə tarixi çağırışları, zaman çağırışlarını hələ eşitməyə hazır deyilik. Və mən hesab edirəm ki, elmi kütləvi ədəbiyyat sahəsinə diqqət ayırsaq, insanları bu sahəyə yönəltmək mümkün olacaq.